teşekkür ederim. Mehmet Bey, ben de bakalım. Rəhmət deyilsin, amma mən uşaqlıqdan bəri adıma Atabəy demişəm. Atabəyin qızıyam, adım Şeylin Nəcət Burdur. Norveçdə anadan olmuşam. Deyə bilərəm ki, bir çox orqanizasyonların fəal könüllüsü olmuşam. Norveçdə Xəzər Yanar Dərnəyinin fəal üzvüyəm. Azərbaycan Səsi Radiosunda yaxlaşıq 7 ildə orada işləmişəm. Ayrıca Norveçin Dövlət kanalında da işləmişəm. Hal-hazırda Norveçdə beynəlxalq marketing oxuyuram, özəl institutda. Gençləri təmsil edirəm, yəni də düşünürəm. Çox istəyərdim ki, daha çox burada gençlər görəm, amma nə yazıq yoxdular. Və ümid edirəm ki, bizim böyüklərimiz, yəni sizlər, gençlərə daha şey eləyəsiniz, çəşəsiniz özünüzdə. Yəni, elə bir harmoniklik, gözəl bir ortam yaradasınız ki, mənim kimi gençlər bu DAK'a qatılmaq istəsinlər. Teşekkürler. Ayrıca her birimizin size çok büyük teşekkürü var. Dünenki faaliyetinizden ta indiğine kadar inşallah sıralarımız daha da sıklaşır. Biz kocalardan siz gençler bu işi ileri atarsanız daha yaxşı olur. Çok sağ olun. Çok teşekkür ederim. Onsuz da elə bizim milli borcumuzdur. Sağ olun. Teşekkürler.